Həmçinin gəlib hədislərdə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim deyir Qədr gecəsini Allahdan imanla, savabını umaraq ibadətlə keçirərsə, Allah Taala onun keçmiş günahlarını edər, əfv edər, keçmiş günahlarını bağışlayar. Ona görə də dəyərli müsəlmanlar, çalışın ki, bu günləri, yəni bu gecələri gözəl bir şəkildə ibadətlə keçirəsiniz. Çox təəssüf ki, görürsən ki, bəzən qardaşlar Qədr gecəsi adı altında çayxanalarda oturub çay içmək, boş-boş söhbətlər etmək və yaxud da harasa toplanmaq daha gözəldir ki, bu günü özün üçün tək, ailənlə tək nə edəsən? Rəbbinə ibadət edəsən. Tək Rəbbinə ibadət edəsən. O ki, qaldı, sual verirlər ki, heyzli qadın və yaxud da nifas olan qadınlar bu gecəni ibadətlə keçirdə bilərlərmi? Əlbəttə ki, ibadətlə keçirdə bilərlər. Yəni, namaz qılmasa da belə Allahın kitabını əzbərdən bildiklərini, surələri oxuya bilər. Və yaxud da duaları, zikirləri etməkdə heç bir problem yoxdur və bu gecələri də çalışsın ki, ibadətlə nə etsinlər, keçirsinlər. Bu qədər dəyərli müsəlmanlar.